Daxili İşlər Nazirliyi bu video ilə xəbər yaydı ki, bəs fahişəbaşlar tutub. Bəlkə də çoxunuz gördünüz. Gəlin mən sizə bunun gerçək tərəfini deyim. Əvvəlcə videonun özünə baxaq. Bir neçə qızı cinsi istismara məruz qoymuşam və Azərbaycan ərazisində bir çox qadını fahişəliyə cəlb eləmişəm. Məqsədim qazanc əldə eləmək olub. Respublikasının qadınlarını, onların şəkillərini saytda paylaşaraq onları cinsi istismara məruz qoymuşam. Bu qadınlar özləri polisin işlətdiyi fahişəbaşılar idi. Polisin insan alverinə qarşı mübarizə idarəsində sizə tam əminliklə deyirəm ki, bir dəftər var. Bu dəftərdə Azərbaycan bütün fahişələrin siyahısı var. Ad, familiya, adres, nömrə, kim hansı fahişəbaşının qızıdır və s. Və hər ay İnsan alverinə qarşı mübarizə idarəsi o fahişəbaşılarından pul yığır. Pulu vaxtında çatdırıb verə bilməyən fahişəbaşılar isə bax belə cəzalandırılır. Videodan görsənmir ki, həmin qadınlar öyrədilmiş mətni oxuyurlar. Mənim bu səsləndirdiyim məlumatlar tam dəqiqdir, konkret olaraq tutulan fahişələrin yaxınları deyib və bu məlumatı da Daxili İşlər Nazirliyindəki mənbəmlə dəqiqləşdirmişəm, düzdür və gerçək sizə danışıram. Xahiş edirəm bu videonu da bəyənin, paylaşın ki, hamı izləsin. Bəs bilirsiniz, polis sistemində fahişə pulu ilə evinə çörək aparan generallar kimlərdir? Mən xırda orta təbəqəliləri deməyəcəm. Birbaşa Nazir Vilayət Eyvazov, Rüfət Allazov, General İsmət Əliyev, General Oqtay Kərimov, General Fazil Quliyev, Opşi Katyolun başında da bu general dayanır və s. yaramazlar. Azərbaycan hakimiyyətində bir qeyrətli yoxdur ki, polis sistemindəki bu cinayətkarları cəzalandırsın. Mən İlham Əliyevə nə qədər siqnal verim axı? Elə şey olar, 10 milyonluq əhali bildi ki, polis yaramazlıqla, fahişəxanalar işlətməklə, narkotik satdırmaqla, rüşvətlə yaşayır. Bir Azərbaycan prezidenti bilmədi, onda kilo prezidentin başına.